Salam əziz həmkarlar. Taksonomiya sınaq izahlarına baxırıq. Sual 1. Şagird mətndəki əsas fikirləri müəyyənləşdirmək məqsədi ilə suallar tərtib edir və verilmiş məlumatlar əsasında sillogizm qurur. Baxın, burada tərtib edir və qurur sözünə görə çox vaxt prosedural biliklə qarışdırırlar. Amma diqqətli olun. Verilmiş məlumatlar əsasında sillogizm qurur. Əgər hər hansı bir məlumat verilirsə, ona əsasən sillogizm qururamsa, bu konseptual biliyə aiddir. 1-ə aiddir, B variantı. Sual 2. Hansı fikir şagirddə metakognitiv bacarıqları formalaşdırmasına xidmət etmir? Gəlin baxaq. Metakognitiv bacarıqlara sahib şagirdin tənqidi düşüncəsini inkişaf etmiş olur ki, bu da ona həm karyera, həm də şəxsi həyatında düzgün qərar qəbul etməyə şərait yaradır. Doğrudur. Yəni, hansı şagirddə metakognitiv bacarıq inkişaf edirsə, o düzgün qərar qəbul edir, düzgün karyerasına yönəlir. Şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir. Bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyadan istifadə edir. Yanlışdır. Metakognitiv bacarıq özüm deməkdir. Yəni, özümün səhvimi bilirəm, düzümü bilirəm, özümə uyğun qərarlar qəbul edirəm, özümə uyğun yeni öyrənmə üsulları qəbul edirəm. Burada mı özü eləmir axı, yoldaşının üsuluna baxır, həmin üsuldan istifadə edir. Bu, metakognitiv bacarıq deyil. Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir, öyrənmə prosesində qaranlıq qalan hissələri müəyyənləşdirir, düzdür, özü edir. Oxu tapşırığından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür, hansı strategiyaların effektiv olduğunu nəzərə alır və təkmilləşdirməli sahələri müəyyənləşdirərək özünü qiymətləndirir. Yenə özü metakognitivdir. Oxu tapşırığı zamanı özünün monitorinq edən şagird diqqətlə neçə söz oxuduğuna diqqət yetirir, çətin sözləri qeyd edir, onların başa düşülməsi üçün üzərində düşünə bilər özünün. Deməli, burada aid oldu B variantı. Sual 3. Verilmiş rəsmdə istifadə olunan rənglərin və formaların əsərin ümumi ideyasına necə təsir etdiyini əsaslandırın. Çox zaman bu əsaslandırın feilini qarışdırıb dəyərləndirmə götürürlər, amma burada diqqətli olun. Hər hansı bir rənglər verilib, bir də formalar verilib. O deyir ki, sizə əsərin ümumi ideyasına bu rənglər, bu formalar necə təsir edir? Yəni, sizdən nə istəyir? Əlimdə olan rəng, yəni rəsmdə olan rəng, forma əsərə necə təsir edir? Məndən bunu istəyir. Mən bunu bilmək üçün o əsəri təhlil etməliyəm, analiz etməliyəm. Bu da olur təhlil etmə mərhələsi, C variantı. Şagird 2 fərqli musiqi əsərini dinləyir. Onların melodik quruluşu və ifa texnikasını müqayisiyə edir, hansının emosional təsirinin daha güclü olduğunu əsaslandırır. Baxın, 2 dənə fərqli musiqi dinləyir. Məsələn, 2 fərqli musiqi var, bunu buradan qeyd elədim. Onların melodik quruluşu və ifa texnikasını müqayisə edir. Yəni, ikisini müqayisə elədi. Hansının emosional təsirinin daha güclü olduğunu əsaslandırır. Bu ikisindən birini ön plana çəkir. Birinin ön plana çəkilməsi təhlil etmə mərhələsidir. C variantı. Cavad xanın Gəncə uğrunda apardığı mübarizəni və müqavimətin nə dərəcədə məqsədə uyğun olduğunu qiymətləndirin. Artıq burada qiymət veriləcək və bunu siz edəcəksiniz. Deyir, təfəkkürün növü, özümüzə aid olan təfəkkür. Biz edəcəyimiz təfəkkür hansıdır? Tənqidi təfəkkür, qiymətləndirmədir, əsaslandırmadır. Bunlar tənqidi təfəkkürə aiddir. Evdə istifadə olunan cihazların enerji sərfiyyatını araşdırın. Tapşırığı yerinə yetirərkən Pevrosun düsturundan istifadə edin. Baxın, burada çox adam qarışdırır, tətbiq etmək mərhələsi götürülür, amma tətbiq deyil. Əgər müəllim istiqamət verərsə, müəllim yol göstərərsə, məsələn, müəllim deyir ki, evdə cihazın enerji sərfiyyatını araşdır
və müəllim sənə düsturu verir ki, tapşırığı bu düstura əsasən həll et. Bu artıq olur anlama mərhələsi. C variantı. Mədinə müəllimə biologiya dərsində bitkilərdə fotosintez prosesi mövzusunu tədris edir. Daha sonra şagirdlərlə birlikdə öyrənmə fəaliyyəti təşkil edir bir yerdə. Şagirdlər araşdırmalar aparırlar və müəllim proses zamanı onların çətinliklərini, uğursuzluqlarını müzakirə edir. Müəllimin fəaliyyəti haqqında deyilənlərdən hansı doğrudur? Şagirdlərdə öyrənmək üçün müzakirənin əhəmiyyətini nümayiş etdirir, amma onları inkişaf etdirmək üçün heç bir tədbir görmür. Axı səhvdir, onların çətinliklərini, uğursuzluqlarını müzakirəyə çıxarıb, bircə öyrənmə təşkil edib, deməli variantı səhvdir. Şagirdlərdə hər işdə yaradıcı yanaşmanın nə qədər vacib olduğunu nümayiş etdirir. Bizim situasiyamızda yaradıcı yanaşma yoxdur. Şagirdlərə göstərmək istəyir ki, İnsan başqaları ilə daim rəqabətə girməli, onlardan daim öyrənməlidir. Xeyr, birlikdə, birlikdə öyrənmə fəaliyyəti təşkil edib, hamısının çətinlik çəkdiyi, uğursuz olduğu hissələri müzakirə edir. Yəni, burada rəqabət yoxdur. Şagirdlər üçün rol model olmaq istəyir, düzdür. Niyə düzdür? Bax, daha sonra şagirdlə birlikdə öyrənmə fəaliyyəti təşkil edib. Bu oldu rol model. Şagirdləri öyrənməyə açıq olsunlar və müzakirə onların çətinliklərini həll etməyə kömək etsin. Bu da doğrudur. Müəllim proses zamanı onların çətinliklərini, uğursuzluqlarını müzakirəyə çıxarıb. Yəni, bu zaman şagirdlər öyrənməyə açıq olacaqlar. Müzakirə zamanı həmin bu çətinlik çəkdiyi hissələr, uğursuz olacağı hissələr həll olunacaq. Şagirdlərdə inkişaf üçün açıq düşüncə ilə yanaşı qapalı düşüncə də formalaşdırır. Burada qapalı düşüncə yoxdur. Deməli 7 oldu. D bəndi. Qədim musiqi alətlərinin tədrisi zamanı müəllim lövhədə verilən şəkillərdən həm Avropa, həm də Azərbaycan milli musiqi alətlərini müəyyən etməyə tapşırır. Fərz eləyin ki, bax burada bir neçə dənə şəkil var. Bura çəkim. Sizə deyirəm ki, bu şəkillərdən hansı Avropa, hansı Azərbaycanın milli musiqi adətidir? Və proqnozlaşdırma üsulu ilə oxunan mətndən sonra müəllim qrup işi təşkil edir. Hər qrupa bir musiqi alətinin şəklini verir və onların həmin aləti təsvir edən mətin yazırlar. Əziz həmkarlar, burada çox vaxt tətbiqlə qarışdırırlar. Tətbiq deyil. Niyə? Proqnozlaşdırma üsulunu gələcək dərslərdə keçəcəksiniz. Əlinizdə bir mətin olur. Mətni yarıya qədər oxuyursunuz, yarıda müəllim kəsir. Deyir, mətnin sonunu sən davam et. Yəni, sən tamamla. Artıq sənin burada yaradıcı təfəkkürün işə düşür, yaradıcı taksonomiya işə düşür ki, mətnin sonunu mən tamamlayım. Yəni, bir mətindir. Düşünün ki, tutalım tarix dərsidir, bir belə deyək, döyüş öyrənirsiniz. Döyüşü yarıya qədər oxuyursunuz, yarıda müəllim kəsir sizi. Deyir, sonu sən tamamla. Yəni, artıq sənin öz beyin təxəyyülün işə düşür. Bilmirsən, axı döyüşün sonu nətər olur. Özün qurursan, yaradırsan. Deməli, burada nədir? Yaradıcı taksonomiya. Plus da mətni sən tamamladın, proqnozun qoydun, daha sonra bir musiqi alətinin şəkli verilir. Həmin aləti təsvir edən mətin yazırsan. Demir, həmin alətin xüsusiyyətini yaz. Həmin alətin xüsusiyyətini yazsan, xatırlamaq olar. Yadına salıb xatırlayıb yazassan. Amma o alətə uyğun bir mətin yazassan. Məsələn, mən evə getdim, həmin alətdən bir musiqi çaldım. Bu olar mənim mətnim. Başqası başqa mətin yazar. Yəni, hərə bir mətin yazacaq. Bu artıq olur yaratma mərhələsi. Aha. Deyir, kaktus bitkisi quraq bölgələrdə yaşayır. Kaktus bitkisi quraq bölgələrdə yaşayır və su ehtiyatı saxlamaq üçün ətli qalın gövdəyə malikdir. Kaktus burada sizə verilən bir nümunədir. Agava bitkisi də quraqlığa davamlıdır. Yarpaqları suyu saxlamaq üçün tikanlı olur. Agava da sənə bir nümunədir. Deməli, quraq iqlimə uyğunlaşan bitkilərdə ümumi xüsusiyyət suyu saxlamaq üçün qalın, ətli quruluşa malik olmaqdır. Bu bir qaydadır. Gördünüz, ümumi bitkilərdən sual verdi, ümumi xüsusiyyət. Xüsusidən ümumiyə gəlmək.
və ya nümunədən qaydaya gəlmək, ünədi sait, inədi sait. Deməli, bu olur induktiv düşünmə forması. Yəni, birdən adı yadınızdan çıxar. Burada bilirsən ki, kaktus xüsusidir. Agava da xüsusidir. Bu da ümumi fikirdir. Amma bilmirsən də xüsusidən ümumiyə gəlmək nədir? Tez yadına sal. Ünədi sait, inədi sait. Deməli, ü-i. Bu olur induktiv düşünmə forması. Uşaq vaxtı tərk etməli olduğum Cəbraili çox görmək istəyirəm cümləsində Cəbrail sözü haranı sualına cavab verir. Cəbrail xüsusidir, yəni nümunədir və cümlə üzvü kimi tamamlıq vəzifəsində işlənib. Deməli, təsirlik halda olub, haranı sualına cavab verən sözlər cümlədə tamamlıq vəzifəsində işlənə bilər. Bax, buradan sizi Cəbraili nümunə çəkib və Cəbraildən sonra ümumi bir xüsusiyyət çıxardım. Deməli, təsirli haranı sualına cavab verən sözlər cümlədə tamamlıq vəzifəsində işlənə bilər. Deyir, Piagetə görə şagird zehni inkişafın hansı mərhələsindən başlayaraq bu mühakiməni yürüdə bilər? Baxın, burada nədir? Xüsusidən ümumiyə gəldi. Xüsusidən ümumiyə gəlmək induktiv düşünmə formasıdır. İnduktiv. Mən də induktiv düşünmə formasını Piaget nəzəriyyəsində konkret əməldə keçmişəm. Deməli, oldu təfəkkürdən induktiv düşünmə forması, yəni induksiya və Piaget'in zehni inkişaf mərhələsindən də konkret formal əməliyə aiddir. Yəni, konkret əməliyə. Formal əməli də deduktiv düşünmə forması olur. İnduktiv konkret əməldədir, deduktiv formal əməldədir. Burada da Cəbraili bizə nümunə çəkib, nümunədən ümumi bir qayda çıxarıb. Xüsusidən ümumiyə induktiv düşünmə forması, nümunidən qaydaya induktiv düşünmə forması. Tamamilə bunun əksi olan ümumidən xüsusiyə gəlsəydi, bu deduktiv olardı. Mənim sualımda Cəbrail xüsusidir, nümunədir, ondan ümumi qayda çıxarıb deyə bu oldu induktiv düşünmə forması. Piaget'də də bu konkret əməliyə aiddir.